Sələfi, Vəhabi və Şiə firqələri müsəlmanlardan uzaqlaşmış, yanlış yola yönəlmiş firqələrdir. Quran-ı Kərimdə Allah Teala dini parçalamağı, ayrılığa düşməyi qadağan edir. Yəni bir olmalıyıq. İslam dininin özü əhl-i sünnədir. Bunun sübutu Həzrəti Peyğəmbər sallallahu teala aleyhi və səlləm bildirir ki, ayrılıq vaxtı əhl-i sünnə ilə birlikdə olaq. Buna işarə edən, əhl-i sünnəyə işarə edən hədisi var, cümləsi var, sözü var. Və şiəliyi Yahudilər, başda da İbn Səbə olmaq ilə ortaya çıxardıblar. Sələfi Vəhabi firqəsini isə təxminən 250 il əvvəl İbn Abdülvəhhab xristiyanların onu ələ alması ilə, müdaxiləsi ilə ortaya çıxartdı. Yəni bu firqələri ortaya çıxardan Yahudi xristiyanlardır. Əhl-i sünnə isə Həzrəti Peyğəmbərə aleyhissalatu vesselam tabi olmuş, doğru yolda olan müsəlmanlardır. Tək doğru yol əhl-i sünnədir. Bunun daha çox sübutları var, amma qısa məlumat vermək istədik.